Salam hörmətli izləyicim, deməli torpaq satanların ən böyük fırıldaqlarından biri. 4 metrə yol verirəm. Burada baxın 5 metrəlik yol olmağına baxmayaraq maşınların hərəkəti demək olar ki çətindir. Misal üçün bu evin qapısı 5 metr enində olmasaydı, digər bura girmək demək olar ki qeyri-mümkün idi. 5 metr yolu var. Qapı da 5 metrəlikdir deyənə maşın biraz rahatlıqla, biraz çətinliklə də olsa girir. Böyük maşınlar çətinliklə də olsa girir. 4 metrəlik yol olsaydı bu həyətə giriş-çıxış qeyri-mümkün idi. Yəni bunu nəzərə alın. Sizə deyəndə ki, torpaq satırıq və 4 metr enində yol veririk, o yola giriş, o evə həyətə giriş-çıxış qeyri-mümkün olacaq. Bunu nəzərə alın və torpaq alarkən aldanmayın. Minimum 5 yarım yol verilərsə, torpaq almağa dəyər istənilən ərazidən. Amma 4 metrdən olan yolları konkret bu belə torpaqlar almayın. Ən böyük problemlərdən biridir. İzləmədə qalın, yeni paylaşımlarımız olacaq.